Lukanın nəql elədiyi müjdə. Luka 1-ci fəsil. Kitabın Teofilə həsr olunması. Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. Əvvəldən bəri kəlamı öz gözləri ilə görənlər və ona xidmət eləyənlər bu hadisələri bizə nəql elədiyi kimi mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb, bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. Belə ki, sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən. Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir. Yahudiya padşahı Herodun dövründə Aviya bölüyündən olan Zəkəriyya adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi. Adı Elizabet idi. Onların hər ikisi Allahın gözündə salih idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl eləyirdilər. Amma Elizabet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi. Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra eləyirdi. Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. Buxur yandırma zamanı bütün cəmaat məbəddən kənarda dua eləyirdi. Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. Mələk isə ona dedi: "Qorxma Zəkəriyyə, sənin duan eşidildi. Arvadın Elizabet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa keyfləndirici içki içməyəcək. Hələ ana bətnində olarkən müqəddəs ruhla dolu olacaq. O, İsrail övladlarının çoxunu Allahı Rəbbə tərəf döndərəcək. Ataların ürəklərini övladlarına, itayətsiz adamları salihlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək." Zəkəriyyə mələyə dedi: "Mən buna necə əmin ola bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb." Mələk ona cavab verdi: "Mən Allahın önündə dayanan Cəbrailam və sənlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən." Bu vaxt cəmaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət eləyirdi. O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə eləyirdi və lal olaraq qaldı. Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. Bu vaxtdan sonra arvadı Elizabet uşağa qaldı və 5 ay evindən çıxmadı. O deyirdi: "Bunu mənim üçün Rəbb elədi. Bu vaxt o mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı." İsa'nın doğulması əvvəlcədən bildirilir. Elizabetin hamiləliyinin 6-cı ayında Mələk Cəbrail Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: "Salam ey lütfə nail olmuş qız, Rəbb sənləndir." Məryəm bu sözlərdən tam lərziyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: "Qorxma Məryəm, çünki sən Allahın lütfüne nail oldun. Sən hamilə olub bir oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq Taalanın oğlu adlanacaq. Rəbb Allah ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq padşah olacaq və onun padşahlığının sonu olmayacaq." Məryəm mələyə dedi: "Bu necə olacaq? Mən heç kişi yüzü görməmişəm." Mələk cavabında ona dedi: "Müqəddəs ruh sənin üzərinə inəcək. Haqq Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs övlad Allahın oğlu adlanacaq. Bax, qohumun Elizabetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq 6 aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur."
Onda Məryəm dedi, mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun. Mələk onu tərk eləyib getdi. Məryəmlə Elizavetin görüşü. O vaxt Məryəm tələsik qalxıb Yahudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də müqəddəs ruhla dolub, uca səslə çığırdı. Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır. Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? Bax, sənin salamının səsi qulağıma çatanda, bətnimdəki körpə sevinclə tərpəndi. Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır. Məryəmin həmd ilahisi. Məryəmsə dedi, qəlbim Rəbbi ucaldır. Ruhum, xilaskarım Allaha görə şadlanır. Çünki o, öz qulunun yazıq halını gördü. Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq. Çünki qadir olan mənim üçün böyük işlər elədi. Onun adı müqəddəsdir. Onun mərhəməti də nəsildən nəslə ondan qorxanlara göstərilər. O, qolu ilə qüdrətli işlər gördü. Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı. Hökümdarları taxtlarından indirdi. Məzlumları yüksəltdi. Acları nemətlərlə doydurdu. Varlıları isə əli boş yola saldı. Rəbb qulu İsrailin imdadına çatdı. Ata-babalarımıza vəd elədiyi kimi İbrahimə və onun nəslinə əbədilik, mərhəmət göstərməyi yada saldı. Məryəm Elizavetin yanında 3 aya yaxın qalıb evinə qayıtdı. Vəftizçi Yəhyanın doğulması. Elizavetin doğmaq vaxtı çatdı. O bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 8-ci gün körpəni sünnət eləməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi, yox, onun adı Yəhya olacaq. Ona dedilər, axı qohumların arasında belə adı olan bir kəs yoxdur. Körpənin atasından körpüyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı. Onun adı Yəhyadır. Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış eləməyə başladı. Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yahudiyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi, bu körpə böyüyüb kim olacaq? Çünki Rəbbin əli onun üzərində idi. Zəkəriyyənin peyğəmbərliyi. Körpənin atası Zəkəriyyə müqəddəs ruhla dolub belə peyğəmbərlik elədi. Alqış olsun İsrailin Allah Rəbbə. Çünki öz xalqına nəzər salıb onları satın aldı. O, qulu Davudun nəslindən bizə qüdrətli xilaskar yetirdi. Qədimdən bəri öz müqəddəs peyğəmbərlərinin vasitəsi ilə bildirdiyi kimi, düşmənlərimizdən və bizə nifrət eləyənlərin əlindən bizi xilas elədi. Beləcə ata-babalarımıza mərhəmət göstərib, öz müqəddəs əhdini xatırladı. Atamız İbrahimə and içdiyi kimi bizə elə güc verdi ki, düşmənlərimizin əlindən qurtulub, həyatımız boyu qorxmadan Rəbbin önündə müqəddəslik və salihliyi ilə ona ibadət eləyək. Ey körpə, sən Haqq Taalanın peyğəmbəri adlanacaqsan. Çünki Rəbbin önündə gedəcəksən, onun yolunu hazırlayacaqsan. Onun xalqına günahlarının bağışlanması ilə xilas olunmaları barədə bildirəcəksən. Axı Allahımızın ürəyi mərhəmətlidir. Onun bu mərhəmətinə görə ucalarda bizim üçün günəş doğacaq ki, zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin. Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək səhrada qaldı.